Daşkəsəndə nənə ilə nəvəsi yol qəzası nəticəsində xəsarət alıb. Ağdamda 55 yaşlı kişini velosiped vurub. Bakıda isə 5 avtomobil toqquşub. Daşkəsənin Xoşbulaq kəndində yol qəzası baş verib. Hyundai markalı avtomobil Sumqayıtdan Daşkəsənə istirahətə gələn 64 yaşlı Ayna Bəşirova və onun azyaşlı nəvəsini yolu keçmək istəyərkən vurub. Yaralılar Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər. Bəşirovaya sol bazı sümüyünün sınığı, alın nahiyəsinin sıyrılmış yarası, azyaşlı qız nəvəsinə isə sağ ayağının zədələnməsi diaqnozu qoyulub. Ağdamda velosiped piyadanı vurub. Hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. 55 yaşlı Əmrah Səfərov yaralı halda yol kənarında aşkarlanıb. Yaralı Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Ona kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti orta ağır kimi qiymətləndirilir. Yaxınlarının sözlərinə görə Səfərov dükandan çıxarkən velosiped onu vurub. Paytaxtın Xətai rayonunda da yol nəqliyyat hadisəsi qeydə alınıb. Nobel prospektində baş verən qəza zamanı 5 avtomobilə ciddi ziyan dəyib. Avtomobillərdən biri zərbənin gücündən dəmir yolu reyslərinin üzərinə aşıb. Sürücülərdən biri 19 yaşlı Məhəmməd İbrahimov yüngül bədən xəsarətləri alıb. Xətai rayon yol polis idarəsinin əməkdaşları əraziyə baxış keçiriliblər. Faktlarla bağlı araşdırma aparılır.